Xırdalan şəhərinin mərkəzində musiqi məktəbinin tam olaraq qarşısı, yəni Heydər Əliyev parkının yanında 104 kvadrat metrdən ibarət qanuni 2 otaq, yəni 3 apirdelka ilə etmək mümkündür, amma ev sahibi 3 otaq etməyib də tam olaraq qanuni 2 otaq 104 kvadrat metrdən ibarət. Gördüyümüz bu əşyalarla birlikdə satılır. Sənət kupçadır. Qonaq otağından eyvana çıxış var, qapalı eyvanı var. Bir daha sizlər üçün göstərirəm musiqi məktəbinin tam olaraq qarşısında. 17 mərtəbəli binanın 11-ci mərtəbəsində 104 kvadrat metrdən ibarət kupçalı orta təmirli mənzil təqdim edirəm sizlərə. Dəyərli izləyicilərim. Bina tam yaşayışlı binadır. Bütün kommunallar fasiləsiz daimi olaraq verilir. 2 ədəd sürətli lifti var. Mənzilin əsas giriş qapısı burada yerləşir. Geniş foyer hissəsi var. Foyerdən daxil olduq. Belə bir girişdə. Sağda hamam otağı, sanuzel ayrı-ayrılıqda. Burada hamam otağı, sanuzel qovşağı. Mənzildə müəyyən müddət yaşayış olub, amma hal-hazırda yaşayış yoxdur. Zövqünüzə uyğun dəyişiklik edib, aboylarını falanı dəyişə bilərsiniz. Yəni orta təmirlidir. Burada yerləşir mətbəx. Qeyd etdiyim kimi radnoy olduğu üçün proyektdə heç bir dəyişiklik yoxdur. Tam olaraq proyekt qaydasında. Qanuni otaqlar yerində. Kombiyə qədər hər biri quraşdırılıb. Gəlin buradan sizə bir daha göstərim. Heydər Əliyev parkının tam qarşısı. Evdən götürüləcək elektrik avadanlıqlar, yəni soyuducu, kondisioner, digər bütün əşyalar hər biri qalır. Burada yerləşir mənzilin yataq otağı, geniş ölçüdə. Sənət kupça. Dəyərli izləyicilər, ətraflı məlumat üçün buyurursunuz bizimlə əlaqə saxlayırsınız. Bu və ya digər mənzillərimizlə bağlı bütün suallarımıza 050 521 41 88 nömrəsində şəxsən özüm cavablandıracağam. Satışda olan əmlaklarınız barədə bizə məlumat verirsiniz. Biz sizin satışın, əmlakınızın satışını təşkil edirik. Bakı şəhərində, Xırdalan şəhərində bütün region üzrə, yəni Bakı, Abşeron üzrə sizin xidmətinizdəyik. Bu günə bu qədər, növbəti çəkilişdə görüşənədək.